Əgər bir müayinə ödənişsizdirsə, onun nə keyfiyyəti olacaq? Vaxtında müayinə olunun deyərkən video çarxlarımızda pasientləri maarifləməyə səsləyirik, vaxtında müayinəyə səsləyirik, amma bir çox xanımlar görürəm ki, kommentlər yazırlar ki, həkim özü üçün deyir, imkanımız yoxdur, vaxtımız yoxdur. Yəni hər şeyi belə deyək, vəsaitə bağlayırsınız. Mən bir şey demək istəyirəm. Məsələ bir neçə il bundan əvvəl klinika olaraq belə bir təşəbbüsə əl atdıq ki, uşaqlıq boyun xərçəngi ilə mübarizə ayında ödənişsiz xanımlara kolposkopiya müayinəsi icra edək və bir aksiya elan etdik. 2 gün ərzində 72 pasient yazıldı və müayinəyə isə cəmi 12 pasient gəldi və biz yazılan pasientlərə zəng edib soruşduq ki, axı biz sizi ödənişsiz kolposkopi müayinəyə yazmışıq, niyə gəlmədiniz? Və bir çoxunda cavabı bizə o oldu ki, əgər bir müayinə ödənişsizdirsə, onun nə keyfiyyəti olacaq? Bizim məqsədimiz kimsə məcbur etmək deyil, maariflərin vaxtında müraciət edin. Çünki xüsusilə də qadın xəstəlikləri erkən vaxtında aşkarlanarsa, müalicəsi də rahat olar və tam da sağalma əldə edə bilirik. Əgər bir xəstəlik gecikirsə, həm müalicə çətinləşir, həm də çox baha başa gəlir. Əziz xanımlar, bəzən sadə bir müayinə çox yüngül bir addımdan başlayır.